Salam dostlar, mən Onur Rəsulov. Ümumiyyətlə, daşınmaz əmlaka hal-hazırda yatırım etmək məntiqlidirmi? Fərq etməz. Bu, istər xarici ölkə olsun, istər Azərbaycan olsun. Ki, bir çox insan qeyd edir ki, Azərbaycanda ev qiymətləri həddindən artıq çox bahadır. Bu qiymətdən ev almaq, ümumiyyətlə, daşınmaz əmlaka yatırım etmək çox məntiqsizdir. Amma mənə görə bu fikrin özü məntiqsizdir. İndi gəlin baxaq görə nə səbəbə görə. Baxın dostlar, Amerikada son olaraq bir statistika çıxdı. Amerikada baby boomerslar, yəni bunlar əhalinin təxminən 20%-ni təşkil edir və 46-64-cü illərdə doğulan insanlar belə deyək, onları baby boomers deyirlər və bu nəsil 85 trilyon dollarlıq bir sərvətə sahibdirlər. Bu Amerikada belə deyək, ümumi sərvətin təxminən yarısına bərabər deməkdir. Lakin əhalinin təxminən 42%-ni təşkil edən Z nəsli isə ümumi sərvətin cəmi 10%-nə sahibdir. Yəni bu baxımdan əslində baby boomersların çox böyük bir üstünlüyü var. Ən böyük üstünlüyü də onların ev sahibi olmaları idi. İndi diqqət yetirsəniz, böyük bir sərvət bərabərsizliyi var. Kapitalı olanlar daha çox zənginləşir, xüsusilə evi olanlar daha çox zənginləşir. Lakin maaşla işləyən və yaxud da müəyyən yığımı olan insanlar isə onlar isə get-gedə kasıblaşmağa, hətta o səviyyəyə gəlib ki, artıq onların ev alma imkanı artıq həddindən artıq məhdudlaşmağa doğru gedir. Bu bütün dünyada gedən prosesdir. Amerikada, İngiltərədə, inkişaf etmiş ölkələrdə və bizə ən yaxın olan Türkiyədə belə. İndi gəlin baxaq. Bunun başlı səbəbi nədir dostlar? Birincisi evə yatırım etməyə, ümumiyyətlə daşınmaz əmlaka yatırım etməyə siz qiymət nöqteyi nəzərdən yanaşmayın. Evlərin qiymətinin yüksəlməsinin başlı səbəbi hətta bir Amerika, İngiltərə kimi doymuş iqtisadiyyatlarda belə tələbdən dolayı deyil. Hansı ki bizim iqtisadiyyatımız az iqtisadiyyatdır. Yəni bizdə doyum söhbəti yoxdur. Yəni biz hələ belə deyək, yeni inkişafa açıq olan, inkişaf etməkdə olan ölkəyik ki, bizim kifayət qədər potensialımız var. Amma İngiltərə və Amerika kimi doymuş iqtisadiyyatlarda belə niyə görə ev qiymətləri sürətlə yüksəlir? Bunun başlıca səbəbi daşınmaz əmlaka yatırım zəngin olmaq üçün deyil də daha çox sərvəti qorumaq üçündür. İndi bir nüansa diqqətinizə çatdıracağam. Baxın, bu Amerikada ev qiymətlərini əks etdirən bir qrafikdir. Mən xüsusilə sizi bir nüansa diqqətinizi çəkməyəcəm. Bax, bu 2007-ci ildə diqqət etsəniz ev qiymətlərində bir çöküş olur. Bu subprime mortgage bazarında belə deyək, ipoteka bazarının çökməsindən dolayı ev qiymətlərinin kəskin bir eniş olur. Bu başa düşüləndir. Amma 2020-dən sonra baxın, sürətli bir artım var ev qiymətlərində. Yəni xüsusilə 2020-dən sonra bir sürətli artım var. Keçək İngiltərəyə baxaq. Diqqət yetirin. İngiltərədə də eyni vəziyyəti biz müşahidə edirik. İngiltərədə də 2020-dən bəri sürətli bir artım var. Mən niyə İngiltərəni deyirəm? Baxın, İngiltərə iqtisadiyyatı cəmi cümlədən 1%, 0.1%, 0.3% böyüyən bir iqtisadiyyatdır. Yəni kifayət qədər daralma var. Amerika iqtisadiyyatı nisbətən biraz artımdır. 2%, 3%, bəzən olur ki 1.5% böyüyən bir iqtisadiyyatdır. Amma İngiltərənin iqtisadi artımı çox zəif olsa da, amma ev qiymətləri sürətlə artmağa doğru gedir. Diqqət etsiniz, xüsusilə 2020-ci ildən sonra artım davam edib. Gələk Türkiyəyə. Baxın, Türkiyə çox kəskin inflyasiya yaşamış bir ölkədir. Yəni aqressiv bir inflyasiya deyək, hal-hazırda müşahidə olunur. Amma baxın 2020-dən bəri diqqət etsəniz, Türkiyə konut fiyat endeksidir belə deyək, ev qiymətləri indeksidir. Diqqət edin 2020-də həmin indeks təxminən 13.61 idi, hal-hazırda 219 olub. Kəskin bir təxminən 20 dəfəyə yaxın belə deyək bir artım var. Hə deyəcəksiniz ki, belə deyək, çünki Türkiyədə inflyasiya olub evlərin qiyməti artıb. Amma dollar bazında da hesablayanda, mən baxacağam ki, məsələn 2020-ci ildə 67.000 dollar olan ev hal-hazırda 180.000 dollardır. Yəni Türkiyədə də evlərin qiyməti sürətlə artmağa doğru gedir. Bu sadaladığım iqtisadiyyatların heç birisində möcüzəvi bir iqtisadi artım olmayıb. İndi bizdə iqtisadçı müəllimlər çox vaxt belə düşünür ki, sən ölkənin iqtisadi artımı zəifləyirsə, orada ev qiymətləri düşməyə doğru getməlidir. Yəni enməlidir belə deyək. Belə deyil əslində dostlar. Bunun başlıca səbəbi odur ki, əslində bu ev qiymətlərində olan sürətli yüksəlişin başlıca səbəbi mərkəzi banklar oldu əslində. Mərkəzi banklar durmadan pul çapını artırır, iqtisadiyyata pul injekt edir, monetar genişləndirici pul siyasəti yeridir. Bu səbəbdən dolayı da ümumiyyətlə qlobal iqtisadi inflyasiya artır. Zənginlər də inflyasiyadan qorunmaq üçün ilk etdikləri şey daşınmaz əmlaka yatırımdır. Baxın, bu iqtisadiyyat deyil, bu model deyil, bu bir psixologiyadır. Çünki zənginlər öz sərvətini qorumaq üçün dərhal daşınmaz əmlaka yatırım edirlər ki, onlar təbii ki, imkanları daha genişdir. Fərqli əsətlərə də yatırım edə bilərlər, amma ilk öncə daşınmaz əmlak portfelinə yatırım edirlər ki, hə, bu bizi inflyasiyadan ən azından sığortalamış olsun, yəni sərvətimizi qorumuş olsun. İndi bəzi İnsanlar qeyd edir ki, ev almaqdansa gedib Nvidia səhmini alsaydım daha zəngin olardı. Əziz dostlar, bu bir spekulyasiyadır. Mən başa düşürəm. İndi spekulyasiya dövründə yaşayırıq və bir çox insan düşünür ki, hə, mən getdim Nvidia-nı aldım, elə evdənsə daha çox zəngin ola bilərəm. Xeyr, Nvidia-nı aldığınız qiymətdən aşağı düşsəydiniz olacaqdı. Və indi Nvidia bir örnəkdir. Siz ümumiyyətlə S&P 500 indeksinə baxsanız, ortalama gəlirliyi 10%-dir onun. Yəni ola bilər ki, siz o yüksələn trendə baxırsınız, deyirsiniz ki, hə, mən orada alsaydım böyük bir pul sahibi, sərvət sahibi olmuş olardım. Amma əsas məsələ odur ki, biz səhm bazarında belə deyək də, onun downside tərəfi də var ki, o risk tərəfinə məruz qalsaq, bütün vəsaitimizi itirə də bilərik hətta. Amma evdə belə bir nüans yoxdur. Daşınmaz əmlakda belə bir şey yoxdur. Siz daşınmaz əmlakı zəngin olmaq üçün deyil, öz sərvətinizi qorumaq üçün alırsınız. Hə, daşınmaz əmlaka yatırım etmə səviyyəsində nə itiririk? Məsələn, basit örnək, Azərbaycanda 2020-ci ildən bəri təxminən daşınmaz əmlak qiymətləri 55-60%-ə yaxın yüksəlib. İndi siz 2020-ci ildən bəri fərz edək ki, heç bir şeyə yatırım etməsəydiniz, elə pulunuzu yığıb evdə saxlasaydınız, təsəvvür edin ki, siz oturan yerdə elə daşınmaz əmlak nöqteyi nəzərdə belə deyək də 50-60% kasıblaşmış oldunuz. Yəni daşınmaz əmlaka yatırım etmək çox məntiqsizdir. Azərbaycanda evlərin qiyməti çox bahalaşma məsələsi deyil. Yəni qeyd etdiyimiz Türk iqtisadiyyatı, Türk iqtisadiyyatının özünün artıb evlərin qiyməti iqtisadi artımdan daha sürətli artır. Və bunun da qeyd etdiyim kimi başlı səbəbi əslində zənginlərin həmin o yığımlarını dərhal daşınmaz əmlaka yönəltməsidir. Və bu da böyük bir sərvət uçurumuna, yəni sərvət bərabərsindəyə gətirir ki, bunu da Thomas Piketty 21-ci əsrdə Kapital əsərində geniş izah edir. Və bunun başlı səbəblərindən biri də dostlar
Ümumiyyətlə o bir formulası var. Yəni kapital gəliri, kapitaldan əldə edilən gəlir hər zaman iqtisadi gəlirdən, yəni iqtisadi artımdan daha böyük olur. Fərz edək ki, sizin 1 milyon dollarınız var və 10% illik ondan gəlir əldə edirsinizsə, kapitaldan 10% gəlir əldə edirsinizsə, bu 1 ilə 100 min dollar deməkdir. 100 min dollardan da belə deyək, işləyən, yəni iqtisadi artımda belə deyək, maaşla çalışan və maaşla gəlir əldə edən şəxslərin gəlirinə dəfələrlə çox olmuş olur. Yəni nə qədər çalışsa da maaşla işləyən insanlar kapital sahibinin o gəlirlərinə çata bilmir. Bu baxımdan daşınmaz əmlaka yatırım etmək hər zaman effektivdir. Çünki nə qədər ki dünyada mərkəzi banklar genişləndirici pul siyasətinə davam edəcəklər ki, bu hələ ki davam edəcəyi kimi görsənir, xüsusilə federal ehtiyatlarının, Amerikanın və digər mərkəzi bankların genişləndirici pul siyasətinə davam edəcəyi görsənir və bu baxımdan da qlobal iqtisadiyyata inflyasiya təzyiq artacaq və bu inflyasiyadan sığortalamaq üçün də daşınmaz əmlak qiymətləri artmağa doğru gedəcək. Bu necə reset oluna bilər? Açıqcası Piketty bu çox çətin bir sualdır. Mən buna cavab verəcək təbii ki o potensialda deyiləm. Amma Piketty bu məsələyə aydınlıq gətirir ki, ümumiyyətlə bərabərsizliklər müharibələrlə reset olunur. Məsələn, Baby Boomers dövründə deyək, o nəsil 44, 46 və 64 belə deyək də o aralıqda doğulan insanlarda məsələn böyük bir sərvət bərabərsizliyi yox idi. Bunun səbəbi o idi ki, Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi o nəsildən əvvəlki sərvətin dağıt belə deyək də bir mənada o sərvəti dağıtmışdı. Yəni bərabərləşdirici rol, bərabərləşdirilmiş bir mənada. Çünki sərvət sahibi olanlar da böyük bir hissəsini itirmişdi müharibədən dolayı. Amma indiki səviyyədə isə bu bərabərsizlik artıq pik səviyyəyə çatıb. Bu necə reset olunacaq bilmirik. Təbii ki, burada da bir miras iqtisadiyyatı deyil o. Məsələn, Amerikada olan həmin o böyük bir miras növbəti nəslə keçəcək. Amma bu elə bir şeydir ki, artıq bu davam edəcək. Çünki o mirası alan şəxslər də kapital sahibi olmuş olur. O kapitaldan gəlir əldə edirlər. Siz nə qədər çalışsanız da o kapitaldan əldə edilən gəlirə çata bilmirsiniz. Ya bu bir riyaziyyatdır belə deyək. Bu baxımdan dostlar, yəni sonda Azərbaycanda ev almaq məntiqsizdir və s. deyil də, bunu iqtisadi nöqteyi nəzərdən baxmayın, insan psixologiyası nöqteyi nəzərdən baxın və daha çox bir şeydə yatırım edək ki, kiminsə sözündə yox, özünüz reallığa baxın. Və sonda bunu demək istəyirəm, Buffett'ın bir məşhur sözü var, deyir, mən heç vaxt zəncir olan bir iqtisadçı görməmişəm. Yəni iqtisadçılara çox da güvənməyin. Siz iqtisadiyyatı anlamaq istəyirsinizsə, insanlar içində dolaşın və insanların psixologiyasına diqqət edin. Yoxsa iqtisadiyyat modellər və yaxud da ki, hər hansı bir şəxsin fikri deyil. Bu qədər dostlar. Ümid edirəm faydalı olmuşdur. Təşəkkür edirəm.